Bu iki maşının fərqi nədir? Və niyə Qiyan A05 BYD-dən 2-3 min baha satılır? Ona görə satılır ki, Qiyanda batareyalar ayrı-ayrıdır. Yəni seksiyalara bölünür. Yəni dənə-dənə. Diaqnostika zamanı problem nömrəyə görə çıxır. Məsələn, 66-cı batareyada problem olarsa, o dəyişilir. Sadəcə olaraq tək. Və problem aradan qalxır. BYD-larda isə, yəni Destroyer və Team Plus-da isə bütöv olur. Yəni batareyaya nəsə ciddi bir şey olanda onu komple dəyişmək lazım olacaq. Ən böyük fərq də budur. Başqa fərqlər də var əslində. Onlar haqqında isə başqa videoda danışacağım. Və onda danışaram ki, bu videonu çoxlu like və paylaşım edərsinizsə. Təşəkkür edirəm öncədən sizə. Kanalımıza abunə olun və yuxarıda zınqrov var. Onu aktivləşdirin ki, biz nəsə paylaşanda anında sizə gəlsin. Təşəkkürlər.